Salam. Bugünkü izahımız olacaq üslubiyyat mövzusu. Üslubiyyat mövzusu bildiyimiz kimi Azərbaycan dilində buraxılış mətnlərində düşən suallardır. Əlbəttə ki, 3-cü qrupda bloklara da düşür. Amma bütün qruplarda Azərbaycan dilində buraxılış verən bütün qruplarda, yəni buraxılış fənlərinin Azərbaycan dilində verən bütün qruplarda üslubiyyat sualı mətnlərin içərisində düşə bilir. Buna səbəb nədir? Çünki üslubiyyat bizə mətnlər iki üslubda verilə bilir. İki dənə üslubdur. Yəni bu demək olar ki, bu sistemə keçirəndən bu tərəfə iki dənə üslubda verilir. Bir bədii üslubdur, iki publisistik üslubdur. Bədii üslub, publistik üslub. Bunları belə çərçivəyə alın burada. Bədii üslub və publisistik üslub. Bədii üslub, publistik üslub, ümumiyyətlə bunlar funksional üslublardır və funksional üslubların 5 növü var. Bədii üslub, elmi üslub, publisistik üslub, rəsmi şüzar üslub və məişət üslubu. Deməli, uşaqlar, bu üslublarından ikisi bizə düşür, digərləri də düşə bilər. Necə düşə bilər? Mətn olaraq iki dənəsi düşür. Yəni, bir dənə mətn bədii üslubda düşür, ikinci mətn isə publistik üslubda düşür. Həmişə uşaqlar bunları ayırt edilməkdə biraz çətinlik çəkirlər. Bədii üslub hansıdır, publisistik üslub hansıdır. Hətta publisistik üsluba deyirlər, elmi üslub falan da deyirlər. Yəni, bu düzgün yanaşma deyil. Orada əgər bir dəqiqliyə bənzər bir şey görürsünüzsə, dəqiqliyə bənzər. Çünki dəqiqlik deyəndə elmi üslubun xüsusiyyətdə. Birazdan üslubların xüsusiyyətlərini də deyəcəm mən. Görürsünüzsə ki, o publistikdir. Əgər bir mətn nağılvaridirsə əgər, nağılvari, belə deyək, nağılvari, hekayə də ola bilir, nağıl da ola bilir. Yəni, bədii üslubda oxunan bir mətn olur, açığını desək. Yəni, kitab oxuyan bu üslubları bir-birindən ayıra bilir. Ən azından bədii kitab oxuyan bilir ki, bu bədii üslubda yazılmış bir əsərdir, bədii üslubda yazılmış bir hekayədir, nağıldır və s. Bizə gəlib çatmış nağıldır və s. Publistik üslubda isə məlumatlar məlumat verici olur, anlaşıqlı olur, bizə tamam, elmilik falan da olur, illərdən falan və s.dən istifadə olunur. Bu o demək deyil ki, biz onu gedib elmi üslub götürəcəyik. Sanki publistik üslub oxuyanda sanki elə təsəvvürdə elə bir şey yaransın ki, publisistik üslubda sanki bir qəzetdən, indi düzdür, qəzet alışqanlığı heç kimin yoxdur. Sanki bir qəzetdən, bir jurnaldan bir xəbər oxuyurmuşcasına sizə gəlsin. Bir Wikipedia ola bilər və s. ola bilər. Publistik üslubda o cür ağlınıza gəlsin, çatsın. Yəni, o cür yazılır publistik üslub. Digər üslublar da düşə bilir. İki dənəsi mətn formasında düşür. Bunlar heç. Hətta bunların xüsusiyyətləri də soruşulur. Birazdan xüsusiyyətlərə təfərrüatlı şəkildə toxunacaq. Digər üslublar da düşə bilər. Misal üçün, burada bir nümunə vermişəm. Misal üçün, bizə 16-cı sual veribdir. Əsas mətndə çərçivə daxilində verilmiş mətnin üslubu xüsusiyyətlərini yazın deyir. Çərçivə daxilində verilmiş mətn budur. Burada bir qısa bir cümlə yazmışam. İsmin altı halı var. Çərçivə daxilində verilmiş mətn ismin altı halı var. Bu elmi üslubdadır, uşaqlar. Elmi üslubdadır. Elmi üslubdadır. Çərçivədə də belə bir şey veribdir. Əsas mətn veribdir. Sualda çərçivədəki mətn veribdir. Yəni, çərçivədəki mətn deyəndə bunu nəzərdə tutur. Əsas mətndə deyəndə o əsas mətn publistik mətndə ola bilər, bədii mətndə ola bilər. Yəni, ikisindən biridir. Tutaq ki, mən atıram. Tutaq ki, orada verilib ki, bizə əsas mətn bədii üslub kimi. Misal üçün, deyir orada hərəsinə bir xüsusiyyət yaz. Xüsusiyyətlər deyəndə ikisini yazırıq. Xüsusiyyət deyəndə hərəsinə birini yazsaq bəsdir. Baxın, fikir verək. Burada əsas mətnə xüsusiyyətləri yazılır. Birazdan xüsusiyyətlərə toxunacam. Burada çərçivədəki mətn, yəni bu mətnə aid. Burada isə ümumidə isə hər ikisinə aid ümumi fikir yazılır. Mütləq şəkildə yazılmalıdır ümumi fikir. Əsas mətn dediyimiz kimi ola bilər ki, bədii üslub olaraq götürək bunu. Misal üçün, deyirəm ki, obrazlıq var, sonra nəzmin, nəsrin dilidir, bədii təsvir və ifadə vasitələrindən istifadə. Bunların hamısı aiddir ora. Məcazi mənalı sözlərdən istifadə və s. və s. və s.
poetikanın dilidir, poetizmin dilidir, dramaturgiyanın dilidir, nəsrin dilidir və s. Yazıram ki, elə bir dənəsini yazaq. Nəsrin, yəni nəsr əsərlərinin nəsrin dilidir. Nəsr əsərlərinin dilidir. Tabi burası çıxışdırma olsun, belə yazdım. Nəsr əsərlərinin dilidir. Çərçivədəki mətn isə, yəni buradakı mətn isə fikir veririk, ismin altı halı var deyib, bu elmi üslubdadır. Əgər elmi üslub deyirsə, biz elmi üslubat xüsusiyyəti yazmalıyıq. Misal üçün, konkret olur. Yazıram bura, konkret olur. Ümumi olaraq da, yəni bu hissəyə biz yazmalıyıq nəyi? O hissəyə yazmalıyıq. Bütün funksional üslubların, yəni bu funksional üslubdan söhbət gedir. Yəni bunlar ümumiyyətlə bədii ədəbiyyatın dilində funksionallaşmadır, elmi ədəbiyyatın dilində funksionallaşma, publisistikanın dilində funksionallaşma, rəsmi şüzar üslubun dilində funksionallaşma, bir də məişətdə funksionallaşmadır. Bunların hamısı funksional üslubları təşkil edir, funksional üslublardır. Deməli, ortaq olaraq yaza bilərik ki, funksional üslubda yaza bilərsiniz. Yaza bilərik ki, bir də ədəbi dil normalarına tabi olmaq. Yazıram bura, ədəbi dil normalarına tabi olmaq. Ədəbi dil normalarına tabi olmaq. Ədəbi dil normalары yəqin ki, bilirik dərslərimizdən artıq fonetik, leksik və qrammatik normadan söhbət gedir ki, burada yuxarıda verilən bütün üslublar məhz bu normalara mütləq şəkildə əməl etməlidir. Bunların ortaq xüsusiyyəti oldu, ədəbi dil normalarına tabi olmaq, bir də funksional üslublardır. Əsas mətn bədii üslubdaydı. Biz mətnin içərisində bu sualı görmüşdük. Bədii üslub mətninin nəsrin dilidir, poeziyanın dilidir, dramaturgiyanın dilidir, obrazlı olur. Sonra çərçivədəki verilən mətnə isə elmi üslubdaydı. Burada baxdıq, konkret olur, ardıcıl olur, dəqiq olur və s. Ortağı isə yazdıq. Bu isə ortağı isə yazdıq. Ədəbi dil normalarına tabi olmaq və funksional olmalar. Demək olar ki, elə iki dənəsi ortaq cəhət hesab olunur. Demək olar, bizə lazım olan əsas etibarı ilə mətnlərin içərisində verilən suallarda bizdən xüsusiyyətlərin soruşulmasıdır. Xüsusiyyətlərin soruşulmasıdır və bunlar bizə mütləq şəkildə lazım olur. Yenə deyirəm, orada suallara fikir vermək lazımdır. Ya xüsusiyyət deyil, ya da xüsusiyyətlər deyil. Xüsusiyyət deyəndə ən azı bir iki dənəsini yazın. İstənilən üslubda da iki dənəsini seçib yazmaq olur. En qədər də xüsusiyyət var. Sadəcə olaraq bu xüsusiyyətləri siz yadda saxlamalısınız. Oxumalısınız, yadda qalsın. Birinci gəlir bədii üslubun xüsusiyyətləri. Xalq danışıq dilinə daha yaxındır. Bunu yaza bilərsiniz. Xüsusiyyət olaraq. Bax, bayaq dediyim, poeziyanın, nəsrin, dramaturgiyanın dilidir. Yaza bilərsiniz. Üst bədii üslubun xüsusiyyəti olaraq. Obrazlı nitq formasıdır. Yəni, ifadəli, canlı, aydın şəkildə deyilən nitq formasıdır. Emosional olur. Ümumiyyətlə, emosionallıq nədir? O deyirlər, emosional insan, duyğulu insan, burada açıqlamasını vermişəm, hisslərini saxlaya bilməyən, tez həyəcanlanan və s. Bu, emosionallıq əlamətidir. Emosional nitqdir, yaza bilərsiniz bədii üslubun xüsusiyyəti olaraq. Ekspresiv olur, mənalılıq, təsirli, ifadəli. Bunlar yəni, nitqin də içərisindədir. Bunu yazmasanız da olur. Bunun sonuçta çox yerdə yazılmır. Amma 5-ciyə fikir verin. Sözün məcazi mənasından, bədii təsvir ifadə vasitələrindən diqqət. Ritorik suallardan, bədii sualdan söhbət gedir. Bədii xitablardan, nidalardan geniş şəkildə istifadə olunur. Mütləq şəkildə bunlar da məhz bədii üslubun göstəricisi kimi verilə bilir. Bədii təsvir ifadə vasitələrindən zaten birazdan təsvir vasitələrinə toxunacam onlara. Sonra alliterasiya, samitlərin təkrarı, astonası var. Bunlar da əslində bədii üslubun göstəriciləri hesab olunur. Ən qədim üslub hesab olunur. Bədii üslub həmişə aparıcı olubdur. Bədii üslubun imkanları genişliyinə görə ədəbi dildə adlandırılır. Bədii üslub imkanlarının genişliyinə görə
Yəni daha çox imkanla malik olduğuna görə ədəbi dillə hesab olunur. Bədii üslub digər üslublara təsir edibdir. Mütləq şəkildə təsir edibdir. Şöyle burada dedik ki, bədii təsvir və ifadə vasitələrindən, retorik suallardan, bədii xitablardan, nidalardan geniş istifadə. Birinci baxaq, təşbih nədir? Təşbih bədii təsvir vasitəsi hesab olunur. Təşbih zaten biz demək olar ki, aşağı siniflərdə məlumatlıyıq, yəni oxuyanlar ən azından bilirlər. Bir predmetin müəyyən bir əlamətinə görə özündən daha qüvvətli olan başqa bir predmetə bənzədilməsinə təşbih deyilir. Kimi, tək, elə bil, sanki, qrammatik əlamətlərlə yanaşı təşbihlər, yaranan təşbihlər var. Sənin kimi, ürəyin genişdir, sanki, bir ünvan və s. Sadəcə bənzəyən və bənzədilərin iştirakı ilə yaranan təşbihlər var. Yanağın lalədir, dişlərin sədəfdir və s. O nəyə gətirir, çıxardır? Yəni bir təşbihin 4 ünsürü var. Bənzəyən, bənzədilən, bənzətmə əlaməti, bənzətmə qoşması. Yəni biz bunları müfəssəl təşbih deyirik. Bunlarla yarananlar var və sadəcə bənzəyən və bənzədilərin iştirakı ilə yaranan təşbihlər var. Yanağın lalədir, dişlərin sədəfdir və s. Bunlar da təşbih hesab olunur. Epitet nədir uşaqlar? Epitet sözü onu qüvvətləndirən başqa sözün qoşulmasına epitet deyilir. Epitet məcazi mənalı təyinlərdir. Nədir? Məcazi mənalı təyinlər. Yazıram bura, məcazi mənalı təyinlər. Təyinlər. Biz adi təyini bilirik. Misal üçün, burada verilib acı söz. Acı biber desəm, bu olacaq həqiqi mənalı təyin. Yəni bu epitet deyil. Amma acı söz, acı xatirə desəm, acı düşüncə desəm, bu olacaqdır epitet. Yəni məcazi təyindir, amma məcazi mənada. Ağır məsələ, ağır söhbət, ağır yük desəm, ağır daş desəm, bu olacaqdır deməli həqiqi mənalı. Bu epitet deyil. Amma ağır məsələ desəm, ağır yük desəm, ağır iş desəm, bu olacaqdır epitet artıq. Yaxşı. Sonra gəldim metafor. Metafor bir predmetin müəyyən əlamətinin başqa predmetin üzərinə köçürülməsinə metafor deyilir. Məsələn, təbiət gülür, ağac ağlayır və s. Əsasən insana aid xüsusiyyətlər köçürülür. Misal üçün, burada belə bir nümunəmiz də var. Ağ xələt geyinər, ağ xələt bürünər, zərnişan geyməz. Heç kəsi dindirib keyfinə dəyməz. Sərdara söz deməz, şaha baş əyməz. Qudrətdən səngərli qalalı dağlar. Bunların hamısı dağlara aiddir. Ağ xələt bürünür, zərnişan geymir, heç kəsi dindirmir, keyfinə dəymir, sərdara söz demir, şaha baş əymir. Qudrətdən səngərli qalalı dağlar. Bu dağlara aiddir bunların hamısı bu mətndə, bu şeirdə, bənddə hamısı aiddir dağlara. Dağlara aiddir. Bax, insana məxsus əlamətdir. Ağ xələti bürünmək, zərnişan geyməz, yəni paltar geymək, zərli paltar geymək. Heç kəsi dindirmək, keyfinə dəyməz. Yəni, bu da insana aid əlamətdir. Sərdara söz demək qoşun başçısına, sərdara söz deməz, şaha baş əyməz. Bu da insana aid xüsusiyyətdir. Hamısı dağların üzərinə nə edibdir? Köçürülübdür. Yaxşı. Əsasən insana aid xüsusiyyətlər köçürülür təbiət hadisələrinin üzərinə. Bu metafor idi. Metonomiya nədir uşaqlar? Bir predmeti bildirən söz əvəzinə onunla əlaqədar olan sözün işlədilməsi metonomiya adlanır. Misal üçün, Bakının dərdi var, Bakı xəstədir. Bakının dərdi var, Bakı xəstədir deyəndə, bax, yadınıza saxlayın. Bakının özündən söhbət getmir. Bakının içindəki insanlardan, yaşayan insanlardan söhbət gedir burada. Nizamini başdan sona əzbər bilir. Nizaminin özünü bilmir. Nizaminin yaradıcılığını, Nizaminin əsərlərini, poemalarını, şeirlərini və s. bilir. Və yaxud da deyirik ki, ən çox işlətdiyimiz metonimiyalardan biri sinif sakitdir. Sinif sakitdir. Sinif sakitdir deyəndə sinifin özü deməli sakitdir. Sinifin içindəkilərdən söhbət gedir. Misal üçün, Qarabağ deməli
Almaniya klubunu 3-2 hesabı ilə məğlub etdi. Qarabağ məğlub etmir. Qarabağın futbolçularıdır. Burada da bir metonimiya var. Metonimiya mütləq şəkildə bu cür dəyərləndirilməlidir. Metonimiya ilə o başqa bir predmetin predmeti bildirən söz əvəzinə onunla əlaqədar o sözün işlədilməsi. O yaxınlıq olur. O nəinki metonimiyası var, onunla yaxınlıq olur. Misal üçün sinif sakitdir deyəndə sinifin içindəkilər. Sinifin içindəkilər zaten hardadır? Sinifdədir. Yaxşı, Bakının dərdi var, Bakı xəstədir. Bakının içindəkilərdən söhbət gedir. Bakının içindəkilər hardadır? Bakının içindədir. O cür yadınızda əlaqələndirib saxlaya bilərsiniz. Gəldik mübaliğəyə. Mübaliğə bu və ya digər predmetin. Predmet nədir? Predmet, bayaqdan predmet deyirəm. Predmet şey, əşya. Bu cür da nəzərinizdə saxlanın. Hadisənin əlamətin olduğunu artıq göstərməyə mübaliğə deyilir. Bir şeyin həddindən artıq şişirdilməsidir. Dərdimi suya dedim, ot tutdu, su da yandı. Təsəvvür eləyin, dərd o qədər ağır olub ki, güclü olub ki, suyu da yandırıbdır. Bu bir mübaliğə əlaməti hesab olunur. Sonra kinayə var uşaqlar. Kinayə də verilə bilər. Bunlar bədii üslubun göstəricilərdə hələ ki yeri gəlmişkən, o üslublar ayrı-ayrı şəkildə onların xüsusiyyətlərini mən izah verəcəm. Kinayə mənfi cəhətin müsbət kimi təqdim olunmasına kinayə deyilir. Kinayədə fikrin ifadə tərzi onun daxili mənasına qarşı qoyulur. Pəhpəh, nə söz var ki, pələngsən pələng. Və yaxud da məişətdən bir söz deyək. Misal üçün, bir şagird dərslərini etmədən gəlibsə, dərsə, dərsdə iştirak edirsə, tapşırıqlarını yerinə yetirməyibsə, deyirik ki, və yaxud da suallara cavab vermirsə, sual-cavabda iştirak edə bilmirsə, misal üçün, müəllim deyir ki, bugün yaman yaxşı cavab verdin, suallara, həmin uşağa deyirsən. Bu bir kinayədir. Bugün hər bir şey yerindədir. Yəni, tapşırıqlarını yaxşı şəkildə yazıb gətirib təqdim edibsən, sağ ol. Bu bir kinayədir, kinayə əlamətidir. Deməli, kinayədə fikrin ifadə tərzi onun daxili mənasına qarşı qoyulur. Mənfi bir şey müsbət anlamda deyilir əslində, amma bilinir ki, bu mənfidir. Mənaçaları, mətn altı məna orada mənfidir. Uşaqlar, ellipsis var. Ellipsis bədii əsərlərdə, xüsusən şeirdə sözlərin və ya şəkilçilərin ixtisar edilməsi hallarına ellipsis deyilir. Dodağın qonçədir, dişlərin sədəf, qaşların qüdrətdən qara, bəyistan. Bax, fikir verin burada. Qonçə dir, burada dir var. Dişlərin sədəfdir. Mən bu mötərizədə yazmışam. Əslində şeirdə dir yoxdur. Və bu cürdür. Dodağın qonçədir, dişlərin sədəf. Qaşların qüdrətdən qara, bəyistan. Burada sədəfdir, qaradır. Burada ixtisara gedibdir. Nəinki şəkilçilər, sözlər, sonra nitq hissələri də, deməli, şəkilçilər, hal şəkilçiləri, şəxs şəkilçilər falan və s. Bunların hamısı ellipsis formasında, yəni ellipsis ola bilər və yaxud da ki, bunun başqa da ixtisar oluna bilər. Ritorik sual nədir? Ritorik sual, bədii sual cümlələri formaca, sual şəklində olsalar da məzmunca sual ifadə etməyən cümlələrdir. Sual cümlələrinin bunun önündə cavab tələb olunmur. Misal üçün, biz Məni candan usandırdı qəzəlini bilirik. Bir çoxumuz Füzulinin, Məhəmməd Füzulinin qəzəldir. Məni candan usandırdı, cəfadan yer usanmazmı? Fikir verirsiniz. Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı? Hər ikisi sual cümləsi formasında verilibdir. Amma Füzuli buna cavab verirmi şeirdə? Xeyr, vermir. Yəni, buna cavab vermir. Şeirdə, yəni, ehtiyac edilir. Bunu zaten cavabın almaq məqsədi ilə verməyibdir. Yaxşı, elə suallar var ki, məişətdə də biz onları görə bilərik. Mən neyim, nətər eləyim? İnsan bəzən sual verir özünə. Məsələn, dar vəziyyətdə falan bir müşkül olanda, dar vəziyyətdə falan qalanda sualı verir. Onu cavab almaq məqsədi ilə vermir. Sadəcə olaraq sualı verir. Ritorik sual şəklində verir. Gəldik uşaqlar, elmi üslubun xüsusiyyətlərinə, göstəricilərinə. Elmi üslub təfəkkürün təzahür forması olub, dərsliklərin, müxtəlif elm sahələri ilə əlaqədar kitab, monoqrafiya, elmi məqalələrin dilidir. Yəni, elmə aid olan bütün yazıların elmdən söhbət gedir. Elm, orada elm varsa, ondan söhbət gedir. Şuralar fikir verin, elmi üslubun xüsusiyyətləri əsas bunlardır. Məntiqilik, ardıcıllıq, konkretlik, dəqiqlik, termin sıxlığı müşahidə olunur.
Zaten bu termin sırğın deyəndə birinci elmi üslub göz önünə gəlməlidir. Biz Azərbaycan dilində, nə bilim, riyaziyyatdakı, fizikadakı, kimyadakı və sairə elm sahəsindəki, yəni keçdiyimiz bütün elmlərdən söhbət gedir, fənlərdən söhbət gedir. Orada biz termin sırğını mütləq şəkildə müşahidə edirik. Məntiqi olmalıdır, ardıcıl olmalıdır, konkret olmalıdır. Ardıcıllıq yəni nə deməkdir? Yəni birinci biz köməkçi hissədən keçə bilməlidir. Birinci biz əsası keçməliyik, sonra keçməliyik köməkçiyə. Birinci biz mürəkkəb cümləni keçə bilməliyik. Birinci keçməliyik fonetikanı, yəni səsi falan öyrənməliyik. Sonra biz söz qurmağa, səslərdən söz, sözlərdən cümlələr, sonra sintaksə keçməliyik, cümlə qura bilməliyik. Yəni bu ardıcıllığa mütləq şəkildə əməl olunmalıdır. Elmi üslubda beynəlmiləl, yəni millətlər arası terminlər çoxluq təşkil edir. Bəli. Zaten biz bilirik Azərbaycan dilində də elə baxırıq da fonetika olsun, qrammatika olsun, sintaks olsun, riyaziyyatın terminləri olsun, kosinus, bunlar hamısı əsasən Yunan terminlərdir. Qədim Yunan dilindəndir. Elmi üslubda mürəkkəb cümlələr, modallıq bildirən söz və ifadələr çoxluq təşkil edir. Modallıq bildirən söz və ifadələr çoxluq təşkil edir. Bu da aydındır yəqin ki. Fikrin daha yığcam, konkret ifadə etmək üçün müxtəlif formullardan fikir verin bura. Bunlar da xüsusiyyət ola bilər. Ola bilər yox, xüsusiyyətdir daha doğrusu. Bunlar da xüsusiyyətdir. Mürəkkəb cümlələr, modallıq bildirən söz, ifadələr çoxluq təşkil edir. Sonra bunlar fikir yığcam verilir, konkret ifadə etmək üçün müxtəlif formullardan, düsturlardan, qrafik vasitələrdən, rəqəm, diaqram, cədvəllərdən istifadə olunur. Yəni bir riyaziyyat müəllimi səhv eləmirəmsə bu işarədir. Yəqin ki, oxları düzgün qoydum. Bu funksiyanın da işarəsi cədvəl olmalı, səhv eləmirəmsə. Bunu çəkəndən sonra izah eləyə bilir nələrsə bu funksiya dərsi. Yəni şifahi formada deyəsən burada nədən söhbət gedir, bilməyəcəksən nədən söhbət gedir. Yəni bir cədvəli çəkməlidir ki, onun əsasında nəsə deyə bilsin müəllim izah verəndə. Elmi üslubda müəyyən istisnalığa çıxmaqla bütövlükdə obrazlığa, emosionallığa, çoxmənalılığa, mətnaltı mənaya yol verilmir. Müəyyən istisnalılıq görürsünüz. Yəni istisnalılıq deyəndə ola bilər ki, məcazilik verilə bilər elmi üslubun içərisində. Bu özüm üçün yəni maraqlı olmalıdır. İstisnalar qaydaları zaten pozmaz. Bədii üslub qədər geniş istifadə imkanları qazanmayıbdır elmi üslub. Bədii üslub daha geniş anlayışdır. Elmi üslubda sözlərin təkmənallığı əsas şərtdir. Sintaksi bilmək, yəni müxtəlif anlayışlar arasında əlaqələri dərk etmək lazımdır. Elmi üslubun yaranması kitablarda göstərilir ki, 16-cı əsrdə ana dilində təscirələrin, elmi əsərlərin yaranması ilə bağlıdır. Əhdi Bağdadinin Gülşən Şüara əsərini bizə verirlər. Əsas etibarilə Gülşən Şüara əsərini, bu təscirələr nədir? İndi ədəbiyyat oxuyanlar məlumatlıdır. Bu barədə təscirələr o dövrdə yaranmış deməli təscirələrdə orta dövrdə. Məsəl üçün biz Füzulinin həyat və yaradıcılığını təscirələrdən öyrənirik. Eyni zamanda digər şairlərin əsas etibarlı təscirələrdən öyrənirik. Əhdi Bağdadinin Gülşən Şüara ilə onun içərisində, yəni Füzuli yaradıcılığının, həyatının içərisində verilir. Bunlar elmi əsərdir. Hər hansısa bir təscirəçi götürür bir şairin həyatını, yaradıcılığını, nələr yazıbdır, nələrə yer veribdir, haralarda fəaliyyət göstəribdir, onların hamısını yazır. Bu da elmi əsər hesab olunur. Elmi üslubda sözlərin çoxmənallığına yol verilmir. Burada dedi ki, təkmənallığa əsas şərtdir. Bunlar da bir göstəricidir. Elmi üslubda hiss həyəcan duyğularını formalaşdıran söz, ifadələr, nida cümlələrinin dialoqun işlədilməsi xarakterik deyil. Yəni buna məxsus xüsusiyyət deyir ki, hiss həyəcan duyğularını formalaşdıran söz, buna bədii üslub üçündür. Nida cümlələri, dialoqun işlədilməsi, bunlar əsasən bədii üslubun içərisindədir. Sonra gəldi uşaqlar publisistik üslubun xüsusiyyətlərinə. İctimai təfəkkürü ifadə edən nitq formasıdır. Mətbuatda funksionallaşır. Yəni mətbuatda yaranır. Mətbuat bilirik də, yəni nədir? Qəzet və jurnalların, radio və televizyon, elmi kütləvi kitabların dili hesab olunur.
Bax, fikir verin, qəzet və jurnalların, radio, televiziyaların, bunlar da xüsusiyyət kimi verilə bilər. Publisistik üslubun xüsusiyyətləri. Əsas əlamətləri burada yazmışıq. Kütləvi anlaşıqlı, aydınlıq, təsirlik. Ümumiyyətlə, kütləyə xitab etdiyi üçün anlaşıqlı olmalıdır. Kütləvi anlaşıqlı o deməkdir. Aydın olmalıdır. Aydın şəkildə deyilməlidir sözlər, təsirli olmalıdır. Biz bilirik ki, medianın təsir gücü nə qədər güclüdür, xüsusilə müasir dövrümüzdə. Biz mediadan istifadə edirik. Məsələn, bir xəbər çıxdı, həmən ona inanırıq. Yəni, xəbər doğrudur, yanlışdır, dezinformasiyadır, yoxsa yox, yəni bunu araşdırmırıq. Ehtiyac da duymuruq. Sadəcə olaraq orada verilənə həmən inanılır. Bu da təsirlilik məsələsinə gətirib çıxarır medianın, yəni publisistikanın. Kütləviliyinə, işlənmə dərəcəsinə görə ən aparıcı üslub deyil, ən aparıcı üslub kütləviliyinə görə, yəni hamı tərəfindən işlədilmə məsələsinə görə məişət üslubu hesab olunur. Bu üslubun lüğət tərkibi anlaşıqlı olmalıdır dedik. Bunun kütləvi nitq forması olduğunu xalq dilinə çox yaxındır. Ən yaxını bədii üslubuydu. Publisistik üslubda loru sözlərə yol vermək qüsur sayılır. Bəli, yəni çıxıb bir aparıcı xəbərlər, ana xəbər proqramını aparanda orada loru sözlərdən istifadə edə bilməz. Analitik olur. Analitik, yəni hadisələr mütəxəssislər tərəfindən şərh təhlil edilərək verilməsi. Analitik, analiz yolu ilə təsvir dilinə malik olur. Təsvir dili dedikdə gündəlik hadisə, informasiyaların çatdırılması nəzərdə tutulur. Bu üslubun yaranması Əkinçi qəzetinin yaranması ilə bağlıdır. 1875-ci ildə Həsən bəy Zardabi tərəfindən yaradılmış Əkinçi qəzeti nəzərdə tutulur 22 iyulda. Bu publisistik üslubuydu. Mətnin biri isə bu üslubda verilir. Mətnin biri isə bu üslubda verilirdi. Biri də bədii üslubdadır. Onu dedik. Rəsmi işgüzar üslub nədir uşaqlar? Rəsmi və işgüzar sənədlərin dilidir. Görürsünüz, 2 dənə mürəkkəb sözdür, 2 söz var burada. Lüğət tərkibi yığcam olur. Bu üslubda artıq sözlər, obrazlı ifadələr işlədilmir, fərdi nitq ünsürlərindən qaçılır. Bu nə deməkdir? Yəni, fərdin özünə aid bir fikir ola bilməz, şəxsin özünə aid rəsmi işgüzar üslubda. Bunu bir nəfər çıxıb deyə bilməz, arayış bu cür olsun, nə bilim, protokol bu cür yazılsın, o cür olmur və yaxud da qanunlar bu cür olsun, elə deyil. Üçüncü punktda baxaq, bu üslubun əsas göstəricisi fikrin standart formalarla, şablonlarla yığcam verilməsidir. Xüsusi niyə elə deyil, onu da niyəsini də deyək. Fərdi nitq ünsürlərindən qaçılırda fərdin özü deyə bilməz. Bunu müəyyən bir qrup bir yerə yığışar və xüsusi mütəxəssislər bunu müzakirəsini aparar və deyər ki, hə, filan sənəd bu cür yazılsın. Yəni, xüsusi mütəxəssislər tərəfindən hazırlanmalıdır. Fərdi nitq ünsürlərindən qaçılır, o deməkdir. Xüsusi mütəxəssislər mütləq şəkildə burada olmalıdır. Deməli, bu üslubun əsas göstəricisi, göstəricilərinə baxın, fikir verin, diqqətli şəkildə. Fikrin standart formalarda, şablonlarla yığcam verilməsindədir. Fikrin bir mənalılığa əsasdır, yəni qanunda falan və s. Yəni iki mənalı, ikili standart ola bilməz. Bu üslub standart formalardan kənara çıxmaz heç vaxtda. Bu üslubda arxaik leksika qoruna bilir, bəli, qoruna bilir. Bu nə deməkdir arxaik leksika, ümumiyyətlə uşaqlar? Arxaik leksika qoruna bilir deyəndə, məsələn, Azərbaycan arasında yəni qədimdən orta dövrdə də dövlətlər mövcud olubdur. Bu dövlətlər rəsmi yazışmalar aparıblar. Yaxşı, rəsmi formada fərman olsun və yaxud da padşahların, şahların və s. xanların sərəncamları, fərmanları olubdur. Onların dilində qoruna bilir bu üslub. Çünki orada artıq bugünkü dövr Azərbaycan dilisi danışılmır da, bildin, Azərbaycan dili danışılmır da, bildiniz. Ona görə də arxaik leksika qoruna bilir. Bu üslubda dialektlərdən istifadə olunmaz. Bunların hamısı göstəricidir. Bu üslubda işlədilən sözlərdə feillər adətən əmr, xəbər, vacib, şərt şəkillərində olur. Yəni bunu bir elm və təhsil naziri də verə bilir, deyir, əmr edirəm falan məktəbə, məsəl üçün müəyyən avadanlıqlar verilsin. Əmr edirəm falan məktəbin direktoru işdən azad olunsun. Əmr edirəm falan nə bilim universitetin universitetə müəyyən kompüterlər çatdırılsın. Bu əmr edirəmlə əsasən başlayır. Xəbər vacib şəkillərində də olur.
Məişət üslubunun xüsusiyyətləri. Məişət üslubuna gəldi uşaqlar. Məişət üslubu. Məişət üslubunun xüsusiyyətləri deməli insanların bizim hal-hazırdakı məişətdəki, ailədəki, məişətdəki, cəmiyyətdəki mədəni ünsiyyət dilidir. Mədəni. Bu açar söz budur. Diqqətli olmaq lazımdır. Kütləviliyinə, işlənmə dərəcəsinə görə ən aparıcı üslubdur. Yəni, ən çox kütləvi şəkildə bu üslubdan istifadə olunur insanlar. Dialoji nitq bu üslubun əsasını təşkil edir. Deməli, xüsusiyyətlərdən biri dialoji nitq forması götürülə bilər. Bu nə deməkdir? Dialoji nitq, yəni dialoq vasitəsilə. Yəni, biz ətrafımızdan müəllim, şagird danışır, ata, ana danışa bilər, ata, övlad, ana, övlad danışa bilər, dostlar, rəfiqələr və s. İnsanlar bir-birindən danışır ümumiyyətlə. Dialoji nitq forması budur. Bu üslubu səciyyələndirən əsas cəhət sərbəstlik və təbiiliyidir. Sərbəst şəkildə və təbii şəkildə olmalıdır, mütləq şəkildə. Məişət dili əsasən şifahi formada mövcuddur. Bu üslub loru nitq, yəni cilalanmış kobud danışıq deyil. Məhəlli səciyyət daşımır. Bunlar da məişət üslubunun xüsusiyyətləridir. Yəni, biz ağzımıza gələni danışıb deyə bilməliyik ki, biz məişət üslubunda danışırıq. Mütləq şəkildə ədəbi dil normalarına tabeçilik olmalıdır. Mütləq şəkildə. Fonetik, leksik, qrammatik normaya əməl olunmalıdır. Məişət üslubu sərbəst xalq danışıq dili deyil, xalq danışıq dilinin səlqə-səhmanlı, qayda-qanunlu formasıdır. Məişət üslubu dialekt üstü nitq forması hesab olunur. Yadınıza saxlayın. Yəni, biri Naxçıvan dialektində, biri Şəki, biri Gəncə dialektində danışırsa, bu məişət üslubunda əslində qaydaların, normalarını, xüsusiyyətlərini pozmuş hesab olunur. Mütləq şəkildə bu dialektin üstündə danışmalıdır, ədəbi dil normasına uyğun danışmalıdır. Yəni, xalq danışıq dilində danışmamalıdır, belə deyək. Məişət üslubu ədəbi dil normalarına tabe olacaq şəkildə danışılmalıdır və görürsünüz burada nə deyir? Dialekt üstü nitq formasıdır. Yəni, dialektin üstündə danışılmalıdır. Dialektdə yox. Məişət üslubu təmtəraqlı, qəlib və şablonlu nitqlə loru nitqin arasında yerləşir. Təmtəraqlı, qəlib, şablonlu nitqlə loru nitqin arasında yerləşir. Burada dediyi səlqə-səhmanlı, qayda-qanunlu formasıdır. Məişət üslubunun daha çox bağlı olduğu üslub bədii üslub hesab olunur. Məişət üslubunda müxtəlif üslubların nümayəndələri birləşə bilir. Çünki digər üslublarda fəaliyyət göstərən şəxslər də şifahi nitqdə danışırlar. Şifahi nitqdə danışdıqlarına görə məhz bunlar məişət üslubunda birləşə bilirlər. Ümumi olaraq uşaqlar bu funksional üslubları, yəni bədii üslub, əvvəldən dedik elmi üslub, publisistik üslub, rəsmi şüzər üslub və məişət üslubunu birləşdirən ortaq cəhətlər, bayaq əslində dedim onu, bir də deyək, funksional üslublar sisteminə daxil olmaları, yəni funksional olmaları. Funksional bir şeyin quruluşundan deyil, fəaliyyətindən asılı olan deməkdir, funksional quruluşundan deyil, fəaliyyətindən asılı. Yəni, hansı sahədə fəaliyyət göstərirsə, o funksionallaşmadır. Yəni, o bir yerdə yaranma, yayılma, inkişaf etmə, təkmilləşmə, loru dildə desək, funksionallığı bu cür başa düşə bilərik. Bir də ədəbi dil normalarına tabe olmalarıdır. Ədəbi dil normalarına tabe olmalarıdır ki, məişət üslubu da bunların içərisindədir. Yəni, bundan ayrı deyil. Bütün funksional üslublar məişət dilinin içərisində olmalıdır. Sonra bir də funksional üslublardan əlavə, yəni adının o 5 dənə üslubu saydığımızdan əlavə fərdi üslub var. Ümumiyyətlə, üslublar ən əvvəldən 2 elə bölünür. Funksional fərdi. Bir də fərdi üslub var bunların içərisində. Fərdi üsluba düzdür. Çox yer verilməsə də, buraxılışdan söhbət gedir. Çox yer verilməsə də, amma hər halda bu da üslubiyyatımızın içərisində mövcuddur. Nitqin bu və ya digər fərdin şifahi yaxud yazılı nitqdə özünə məxsus xüsusiyyətlərinin mövcudluğu fərdi üslub adlanır. Fərdi üslub funksional üslubların çoxunda özünü əslində göstərə bilir. Ən qabarıq ifadəsi bədii üslubdadır. Misal üçün, burada deyəcək, fərdi üslub bir qayda olaraq fərdin, müəllifin keçirdiyi ovqat, emosiyaların təzahürünün olduğundan fərdilik baxımından burada daha qabarıq özünü göstərir. Misal üçün, Sabirin əsərlərində satirik, humoristik, Cavidin əsərlərində romantik duyğular əks oluna bilir. Fərdi üslub mövcud ictimai tarix şərait yetişdirir. Bu nə demək? Misal üçün, bunlar üslublar yaradırlar artıq. Misal üçün, Cavidin öz üslubu var, Sabirin öz üslubu var. Biz hətta
ədəbiyyatı keçəndə deyirik ki, nizami ənənələrinə uyğun olur. Yəni nizami üslubunda uyğun yazmış yazıçılar hansılardır? Orada 3 yazısını misal üçün biz adını çəkirik. Bu üslub odur. Yəni hər hansısa bir deməli ədib və yaxud da bu üslub aktyorların da içərisində ola bilər. Tək ədəbiyyatla bunu bağlamayaq. Aktyorların da içərisində ola bilər və yaxud da ki, rəssamlığın içərisində ola bilər, musiqinin içərisində ola bilər, müğənnilərin içərisində ola bilər. Məsələn, falan üslubda oxuyur, falan kəsim üslubunda oxuyur. Onları da əslində fərdi üslubun içərisinə aid etmək mümkündür.